Türkiyə İranı parçalanmaqdan xilas edib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı bildirib ki, 40 günlük müharibə zamanı Türkiyə İranın parçalanmasına yönəlmiş planın qarşısını almaqda mühüm rol oynayır. Today Press TV xəbər verir ki, Əraqçının sözlərinə görə Ankara Şimali İraqda fəaliyyət göstərən Kürd silahlı qruplarının İrana daxil olmasına mane olub. Bununla da ölkənin parçalanmasına yönəlmiş ssenarilərin reallaşmasına imkan vermir. Onun sözlərinə görə müharibənin 4-cü günündə ABŞ prezidenti Donald Trump Şimali İraqda İrana qarşı fəaliyyət göstərən Kürd silahlı qruplaşmalarının liderləri ilə əlaqə saxlayaraq onların İrana qurudan daxil olmasını dəstəkləyir. Əraqçı əlavə edib ki, bu məlumatı aldıqdan sonra o, İraq Kürdistan regional hökumətinin rəsmiləri, İraqın baş naziri və Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla əlaqə saxlayaraq Tehranın narahatlıqlarını onlara çatdırıb. Rəsmi Tehran hesab edir ki, Türkiyənin atdığı addımlar münaqişənin daha da genişlənməsinin qarşısının alınmasında mühüm rol oynayıb.